Cinema Radio, Cinema Radio, Cinema Radio. Əziz dinləyicilər, Dost Sinema rubrikasına keçid aldıq və bugün qonağımız istedadlı həmkarımız, tanınmış montaj rejissoru Əskər Rəhimovdur. Xoş gəldiniz. Çox sağ olun, xoş gördük gələk. Əskər bəy, mən montaj rejissoru dedim, düz dedim təbii ki, amma biraz bu fikri aydınlaşdıraq. Dinləyicilərimiz də anlasın, montaj rejissoru nə deməkdir? Ümumiyyətlə, montaj və montaj rejissoru arasında biraz fərq var. Deməli, montaj adətən texniki işi görən adamlardır. Yəni, video ilə səsi uzlaşdıran və yaxud filmin formatını dəyişən adamlara deyirlər. Amma montaj rejissoru bu, belə deyək, filmdə rejissorun bir suavtırıdır, yəni həm müəllifidir. Hansı ki, öz sözünü deməyə bir hüququ var. Çünki montaj sadəcə olaraq bir kadrları kəsib bir-birinə yapışdırmaq deyil. Yəni, montaj filmdə, belə deyək, filmin emosiyasını, tempini, ritmini uyğunlaşdıran bir vasitədir. Və montaj rejissoru da çox güman elə buradan əmələ gəlib. Amma mən özümdən götürəndə heç vaxt montaj rejissoru olaraq yazmamışam. Yəni, bu mənim üçün biraz pafosludur və uzundur. Sadəcə olaraq montaj Əskər Rəhimov. Həmişə belə qeyd etmişim. Əskər bəy, mən çox istərdim biraz bizə özünüzdən danışasınız. Necə oldu ki, bu sahəyə gəldiniz, sevgi hardan yarandı? Buyurun. Mən, deməli, Sumqayıtda doğulmuşam, orada böyümüşəm və orada da yaşayıram. Belə bir reper var, Promete. Pərviz Ramzoğlu, mənim dostumdur, məhəllə uşağımdır. Salamlayırıq. Bir yerdə böyümüşük. Halbuki biz uşaq vaxtı o qədər dost olmamışıq. Sonra məktəb bitirəndən sonra nəsə yoldaşlığımız, dostluğumuz alındı. Və mən instituta daxil olandan sonra mənə kompüter aldılar valideynlərim. Oldu ki, Pərviz bir gün bizə gəldi, bir Vegas proqramını yüklədi. Pərviz onda səslə məşğul idi. Başladı orada nəsə səs eləməyə, mən də baxıram, təbii ki, anlayışım yoxdur. Mən onda Neft Akademiyasında oxuyurdum, birinci kursa. Mənə göstərir ki, burada videoda montaj eləmək olar. Yəni, şəkil və yaxud video qoyursan, bir-birinə keçid edirsən. Mənə cəlb elədi. Nəsə, Pərviz gedəndən sonra başladım özüm üçün məşğul olmağa. Bir hobbi idi. Bir müddətdən sonra mən bundan yapışdım ki, mən harasa bir işə düzət, mənə maraqlıdır. Yəni, nəyisə bir-birinə yapışdırmaq, mən bunda daha qlobal bir şey görürüm. Nəinki kadr yapışdırmaq, amma orada bir adam öz sözünü də deyə bilir. Yaradıcı işdir, mən cəlb elədi. Çünki mən uşaq vaxtı biraz rejissorluğa həvəsim olub, amma nəsə o bir gəldi, getdi. Yəni, ötürdüm onu. Sonra maraq dairəm dəyişdi. Və Neft Akademiyasına. Və Neft Akademiyasına daxil oldum. Əslində peşəniz? Neft mexanikam mən. Mühəndisəm, neft mühəndisi. Amma o işdə bir gündə işləməmişəm. Çünki ikinci kursdan mən bu işə başladım. 2006-cı il mart ayının 14-ündən. Artıq 19 ildir. Buna dedim ki, məni düzəlt arası. Hə, yaxşı. Axır mənə Rhythm Production apardı. Elçin Musaoğlu və Xəqani Həşvurgi ilə işləyirdim. Orada başladım işləməyə. Orada bir montajör vardı, Deniz. O 200 aydan sonra köçüb getməli idi ölkədən. Onlardan yeni bir adam axtarırlar ki, öyrənsin, işləsin. O belə. Gəldim, başladım orada işləməyə. İlk işiniz yadınızdadır? Qamış şəhərin yuxuları filmi. Elçin Musaoğlu ilə sənədli film idi. Təbii ki, mənim onda ümumiyyətlə montaj, yəni ancaq yapışdırmağı bilirdim. Amma belə deyək, yaradıcı tərəf artıq. Yaradıcı tərəf biraz məndə yox idi, çünki mən təzə başlamışdım və o vaxtları da belə deyək, bu qədər məsələn YouTube kimi və yaxud internet kitabxanaları yox idi və kitablar da demək olar yox idi. Hardansa tapmaq da olmurdu. Təbii ki, biz başladıq artıq ona baxmağa, buna baxmağa, ondan soruşmaqdan belə-belə öyrənməyə. Yəni belə. Aha. Mən əminəm ki, istedadlı insan bir çox sahələrdə istedadlıdır. Mütləq ki, montaj rejissoru olmaqdan savayı sizin başqa istedadlarınız da var. Hardansa eşitmişəm ki, siz hətta çəkilmişsiniz hansısa filmdə. Hə, olub belə bir şey. Elçin Musaoğlu 40-cı qapını çəkəndə 2007-ci il idi. Mən dedim ki, nəsə orada dedilər, belə bir epizodlar var, kim çəkilmək istəyir? Mən dedim, polis rolunda çəkilərəm. Amma dedim, bığla çəkiləcəm. Dedilər, olsun, fərqi yoxdur. Nəysə, saqqalımı satdım. Elə oldu ki,
bərbər saqqalımı səhvən qırxdı və mən təbii ki, bığ saxlamadım. Elə o filmə də bığsız çəkildim və orada Rövşən Ağayevi biz döyüb maşına atmaq səhnəmiz var. Ona da səhv eləmirəmsə 3 dublə çəkildik. Amma Rövşəni bərk döydük. Hə. Oldu elə bir şey. Çünki özü demişdi ki, yəni real vurun, narahat olmayın. Hə, döydük və atdıq maşına, yola saldıq. Və o vaxtdan saqqallısınız. Bəli. Əsgər bəy, son işlədiyiniz filmlərdən biri artıq səs yaratmış Tağıyev filmidir. Montaj həllindən gəlin danışaq. Bu xüsusilə tarixi filmlərdə, məsələn, necəsə fərq edirmi adi filmlərlə müqayisədə? Təbii ki, bunun çəkilişi də fərqlidir və daha çətindir. Çünki o dövrü göstərməkdir əsas faktor. Yəni, siz 1870-1890-cı illəri göstərmək çox çətindir və filmin, belə deyək, məzmununda da biz bunu verməliyik. Tağıyev filmi əslində çox böyük bir praktik oldu hamımız üçün. Niyə mən deyim? Çünki Azərbaycanda bu maştabda, bu həcmdə film demək olar çəkilməmişdi. Ondan qabaq çəkilmişdi. Vaqif Mustafayev federal film çəkmişdi. Amma ondan sonra yox idi. Çünki yəni biz 135 günə 4 bədii film çəkdik. Yəni böləndə harasa 32-33 gün düşür hər filmə. Amma nəzərə almaq lazım ki, bu tarixi filmdir. Bunun hər kadrı tarixdir. Yəni mən artıq təsəvvür edirəm ki, necə gərgin iş qrafikində çalışmısınız ki, bu 30 günə bir filmi çatdırmaq. 8 ay biz işlədik. Yəni mən çəkiliş meydançasında da işlədim. Çətin oldu, amma böyük bir praktika qazandıq. Çünki biz ən azından Azərbaycan tamaşaçısına sübut eləyə bildik ki, Azərbaycanda kino var və çəkmək olar, çəkə bilirik də. Mən belə deyim, Tağıyev filmini işləyəndə mən hardasa Tağıyev obrazında özümü görürdüm. Niyə deyəcəm indi? Tağıyev bənna idi, sonra müəyyən manufakturalar vardı, müəyyən işlərlə gördü və filmdə də bizdə var. Buğda paylayan vaxtı Musa Ağayev deyir ki, mən gedirəm kontrakt bağlamağa. Nə kontrakt? Neft işi ilə məşğul oldum. Yəni Tağıyev heç vaxt məşğul olmadığı işlə harasa 35-40 yaşında başlayır məşğul. Bu kardinallə belə həyatını dəyişir adam. Bu iş məndə də öz həyatımda keçən il baş verdi. Mən montajla paralel başqa işlə də, yəni özümə yad olan bir işə baş qoşdum və Tağıyev yaşadığını mən yaşadım açığı. Maraqlı. Hə. İndi efirdə deyə bilmərsiniz hansı işdir? Deməyim, ehtiyac yoxdur ona. Sonra deyərəm. Yaxşı. Yəni Tağıyevin düşdüyü vəziyyətə mən də düşdüm açığı və mən Tağıyev işləyəndə mən orada özümü görürdüm. Onun hiss elədiyini mən də hiss eləyirdim və bizə filmdə əslində Tağıyevin daxili mübarizəsini, yəni onun inadkarlığını göstərmək lazım idi. Hamı buna deyirdi ki, bu səndə alınmayacaq. Sənin nəyvə lazımdır neft, amma 4 ildə qazırdı və 4 ildən sonra o məqsədinə çatdı və orada onun deməli şərikləri var idi, Sarkisov qardaşları, ermənilər. O torpağı onlardan alanda yaxşı bir söz dedi. Həmin o qardaşlardan biri ki, siz deyir, uğura o qədər inanırsınız ki, uğur sizdən məncə qaçır. Biz bu filmdə Tağıyevin ən çox inadkarlığını tamaşaçıya çatdırmalıydıq və bilirsiniz, filmdən sonra bir çox adam məsələn kritika elədilər ki, film biraz uzundur, film daha qısa ola bilərdi, amma biz montajdan qərara gəldik ki, bunu çox qısa eləmək olmaz. Çünki bu Tağıyevin o emosional vəziyyətini biz tamaşaçıya çatdırmalıydıq. Və hətta mənim yadımdadır, biz birinci qaralama montajı bitirəndən sonra Zaur Qasımlı ilə filmin rejissoruna filmə baxdıq. Məndən soruşdu ki, necədir? Mən dedim, Zaur, biz elə bir Lamborghini düzəltmişik, amma bu 60-dan yuxarı getmir. Ən azından bir 200 km/saatlı sürətlə getməlidir. Və biz bu minvalla bunu başladıq rəndələməyə, şlifovka eləməyə və müəyyən səhnələrin yeri dəyişdik, müəyyən səhnələri emosional gücləndirdik. Məsələn, orada bizdə elə səhnə var idi ki, Tağıyevin oğlu İsmail Rəcəbəli ilə turbaların üstə söhbət eləyir və ondan sonra balta düşür, bir fəhlənin əlini qırır. Biz onun yerini dəyişdik, bizdə orada bir metafora vardı, bir simvolika var idi daha doğrusu, qarğa simvolikası, hansı ki bədbinliyi gətirir.
biz məsələn onu sırf uşaq qarğanı görəndən sonra o bədbəxt hadisəni gətirdik. Çünki bizdə Tağıyevin oğlunun belə deyək, beyninə filmin bir qəhrəmanlarından biri Abu Ziyad yer etmişdi ki, bəs Tağıyev nə edirsə Allah onu cəzalandıracaq. Burada neft qazmaq olmaz, filan olmaz. Və 10-cu dəfədən sonra biz axır filmin axırına çıxdıq və tamaşaçılarla üzbəüz buraxdıq. Əskər bəy, çəkilişlərdən öncəki proses və çəkilişdən sonraki o müddət nə qədər keçdi? Siz az öncə dediniz 6 ay. 6 ay bu 8 ay. 8 ay. Yəni çəkilişlə birlikdəmi? Çəkiliş 8 ay baş verdi. Yəni 2023-ün mayın 25-dən 2024-ün fevralın 1-nə kimi. Fevralın 7-si biz artıq montaja oturduq. Və bu nə qədər baş verdi? Yəni Hələ də nə qədər davam çəkdik? edir. Hələ də. Çünki 4-cü Dördüncü filmi. Dördüncü filmi bitiririk. Yox, 2-də hazır indi hal-hazırda ikinci hissə gedir. 3 post production dövründədir. Ondan sonra 3 təqdim, ondan sonra 4. 4-ün də montajını artıq bitiririk. Klasik montaj bugün dünya ekranında sanki unudulur ama daha çok gözün alışmadığı montaj hallerine üstünlük verilir. Sizce bu əsl kinematografdan tamaşaçını uzaqlaşdırır yoksa yox? Məncə yox. Çünki montajın da özünün bir inkişaf dövrü olub. Təbii ki bu 1903-cü ildən gəlir. Porter Qatarın Böyük Qarəti filmindən ilk paralel montajı başladı işlətməyə. Ondan sonra Eisenstein, Kulishov yavaş-yavaş təkmilləşməyə başladı və 30-50-ci illərdə Amerikada belə deyək, standart kino montajı gedirdi. Hansı ki tamaşaçını ona deyirlər görünməz montaj, tamaşaçı hiss eləməz. Amma bu dalğanı 60-cı illərdə Qadar sındırdı. Yəni yeni dalğa gətirdi. Son nəfəsində, Naposlediym Dixaniya filmində bizim bildiyimiz jump cut yaratdı. Yəni skaçok effektini verdi, tullantı effektini verdi. O bir inqilab oldu montajda. Çünki ondan sonra artıq Hollywood da başladı o tipdə montaj eləməyə. Çünki deməli Bonnie Clyde filmi 67-ci ildə Dizzy Allen montajör orada belə bir stillə filmi montaj elədi. O da bir rezonans oldu və təbii ki indiki tanıdığımız Ford Coppola, Scorsese, Tarantino bu filmlərdən ilhamlanmağa başladılar və artıq bugünkü gün filmlər daha dinamik montaj olunur. Və belə deyək, siz filmin tempinin, ritminin rejissor və montajördən çox şey asılıdır. Məsələn, nəzərə alsaq ki, Walter Murch, Apokalipsis bugün, sonra Krasnets, Danışıq filmi. Walter Murch'un məsələn montaj stili daha poetik, yəni o filosofla müqayisə eləsə o daha filosofdur. Var Thelma Schoonmaker, hansı ki Scorsese'nin filmlərini montaj eləyir, o daha energetik, yəni biri filosofsa, o birisi rock muzikan. Yəni Və siz Əskər bəy? mən daha çox klassik janra üstünlük verirəm. Mənim ruhuma, mənim belə düşüncəmə o daha yaxındır. Amma lazım olanda daha dinamik də eləmək olur, eləyirik. Yəni lazımdırsa əgər film onu tələb eləyirsə biz onu da eləyirik. Məsələn, Vaqif Mustafayevlə belə deyək, bütün filmləri dinamik montaj olunur. Yəni o da artıq birbaşa rejissorun özündən gəlir. Mən çox istəyərdim sizin öz şəxsi təcrübənizdən danışaq. Olubmu ki, film montajdan sonra tam olaraq məsələn onun taleyi dəyişib və ya mənası tam başqa yerlərə gəlib çıxıb? Belə deyim, Qarabağ futbol klubu haqqında sənədli film işləyəndə Fuad Quliyevlə Bakı Medianın istehsalı idi. Bir neçə ay rejissorla redaktor filmi, yəni sinxron hissələrini kəsdilər, doğradılar. Çıxıb mən baxdım, biraz xoşuma gəlmədi. Niyə? Çünki yeni tendensiyaya uyğun gəlmirdi. Əslində Netflix sənədli filmlərinə baxsınız daha dinamik. Yəni bugünkü tamaşaçı dinamikanı sevir. Yəni sosial şəbəkə dövrüdür. Mən özüm belə nəyəsə baxanda görəm uzanır, baxa bilmirəm. Çünki səbrim çatmır. Fırladıram.
futbol mövzusu da elədir ki, o mənə elə gəlir ki, biraz uzun ola bilməzdi və mən fəqət edirəm ki, onlar mən özüm redakt eləyim dialoqları. Çünki orada məsələn bir mövzunu tutaq ki, Qurbanov danışır, sonra keçid eləyirik bir futbolçuya, orada növbəti futbolçuya, yəni və tamamlanır. Yəni eyni mövzunu 3 adam eyni historiya niyə danışsın, hekayə niyə danışsın? Qoy üçü bir hekayəni danışsın. Yəni bu stildə dəyişdi və bəyənildi o film açığı. Yəni çox adam gözləmirdi ki, Azərbaycanda bu cür sənədli film ola bilər. Yəni demirəm ki, bu belə deyək, mən bunu eləmişəm. Yox, sadəcə burada hamının əməyi olub, sadəcə olaraq mən öz tərəfimdən belə deyək, filmə bu dəstəyi verdim. Əsgər bəy, bəs sizin ən çox bəyəndiyiniz öz işlərinizdən hansıdır ki, sırf tam ürəyinizcədir? Mən deyərdim, Qaragöz filmi Orxan Mərdandan çox bəyənirəm. Miraz Zahir Qasımlı ilə həmin o Qarabağ Futbol Klubunun filmidir. Sonra bir 3 il bundan qabaq qısa metrajlı film elədik. Mənim dostum Mehdi Ağayevlə Qız Qalası filmini. Vaqif müəllimin filmi Həyat deyəsən gözəldir. Rejissor filmdə montajçıya biraz etibar eləyəndə açığı film daha yaxşı alınır. Çünki biz hamımız bir nöqtəyə vururuq da. Yəni burada biz mən dedim prinsipi ilə iş getmir. Yəni, biz sonda yaxşı bir məhsul ortaya çıxartmalıyıq. Bugün Azərbaycanda montaj tədris olunurmu? Yəni bir neçə ildən sonra bu sahədə sizcə vəziyyət necə olacaq? Bugün Azərbaycanda ümumiyyətlə kino təhsili çox acınacaqlı vəziyyətdədir mənə görə. Yəni var bir mədəniyyət universiteti, burada da müəyyən fakültələr var, amma montaj fakültəsi yoxdur ümumiyyətlə. Mən bildiyim qədər Buzovnada bir peşə məktəbi var, orada tədris olunur. Kino ilə bağlı Elşad Rəhimov orada montajdan tədris eləyir. Amma qlobal olaraq bugünkü gün bizə montaj təhsili bizim hamımıza lazımdır. Çünki bizim hamımız samauçka, yəni özümüz öyrənmişik. Biz kitabla, YouTube-la, internetlə, ona buna baxmaqla, sual verməklə bu cür öyrənmişik. Amma tədrisimiz olmayıb, təhsilimiz olmayıb. Bəlkə o olsaydı bizi bir 5 il daha qabağa atardı. Çox təəssüf yoxdur, amma olmağı yaxşı olardı, hamımız üçün xeyir olardı. Ən azından hansısa bir master klasslar olardı. Yəni xarici montajçılardan dəvət olunardı, bir 2 gün, 3 gün. Tək montaj yox, operator, rejissor master klasslar da olardı. Çünki siz bugünkü gün Azərbaycan kinosuna dünya kinosu çox fərqlənir. Biz nəyisə oxşamağa çalışırıq. Öz üslubumuz yoxdur. Problem bundadır. Məsələn, gənclər cavan rejissorlar çəkir festival filmləri, baxırsan ki, bədbin, ağır bir şeydir. Yəni özlərini onlara mı oxşatmaq istəyirlər, başa düşməm, yoxsa nədir? Amma bu hamısı qeyri-peşəkarlıqdan bəlkə də irəli gəlir. Həm də bizim praktikamız yoxdur. Yəni mən niyə dedim Tağıyev praktikadır? Tağıyev böyük filmdir. Yəni biz heç birimiz bu qədər böyük filmdə işləməmişik. Tam metrajlı film eləmişik. 2 ay, 3 ay montaj eləmişik və salam bitib. Amma bu həcmdə eləməmişik. Ona görə bizə təhsil və daha çox işləmək böyük filmlər lazımdır. Tağıyevdən başqa hər hansı bir iş üzərində çalışırsınızmı? Hal-hazırda yox. Çünki mən açığı desəm 1 ilə 4 film montaj eləmişəm və bu çox yorur adam. Bu beyin məhsuludur. Bəli. Beyin istirahət eləməlidir ki, sən işi yaxşı görəsən. Bu işi görüm, dalınca o işi görüm, düz gəlmir. Çünki o birisi işə xələl gətirirsən. O da artıq biraz düz gəlmir. Mən əminəm ki, yuxuda belə insan gördüyü işi düşünür. Mən Tağıyev filmini əzbərdən. Bəli. Yəni səssiz qoysuz, mən onu əzbərdən dialoqlarına kimi deyə bilərəm. Əsgər bəy, daha çox hansı janrlar sizi cəlb edir? Çox istəyərdiniz ki, məsələn, bu janrda filmləri daha çox montaj edəsiniz, işləyərsiniz. Mənə həmişə bioqrafiya maraqlı olub. Açığı mən kiminsə haqqında daha çox oxumağı sevmişəm. Bioqrafik janr mənə daha xoş gəlir. Amma bugünkü gün bizdə janr kasadlığı var. Yəni bizdə bir ara komediya tendensiyası getdi. Çox təəssüf olsun ki, bunların çoxu kəmərdən aşağı bir komediyalar oldu. Biz də onların içində işlədik, düzdür. Amma mən detektiv janrında özümü sınamaq istəyirəm. Məsələn, action janrında filmlər olsa sınamaq istəyirəm. Niyə də yox? Yəni
yaradıcı işdir. Bunun hər tərəfi var və hər tərəfli sınamaq istəyirəm. Maraqlıdır. Montaj rejissoru olaraq, məsələn, varmı elə filmlər ki, siz oradan ilhamlanaraq hansısa bir çıxış yolu tapmısınız, həll yol tapmısınız montajda? Var. Adlarını qeyd edə Ciyər bilərsiniz? bilərəm. Apokalipsis bugün. Yəni mənim ən sevdiyim filmlərdən biridir. Walter Murch montaj edib. Onun elə ilk səhnəsində Mel Gibson'ın filmini deyirsiniz? yox, o Coppola çəkib 77-ci ildə yadımda. O Apokalipsisdir Mel Gibson çəkən. Bax o filmdən çox ilhamlanmışam mən. Sonra Tarantino'nun filmlərini niyə sevirəm mən açığı? Məsələn, Tarantino'nun qurduğu dialoq hər filmdə yoxdur. Yəni 10 dəqiqə dialoqa baxırsan boş-boş söhbət edilir, amma adam yorulmur. Yəni bunun özü gözəl bir şeydir. Yəni adamlar bunu bacarır, bunu verir. Elə göstərirlər ki, sən baxırsan və gedirsən dərinliyinə. Çox maraqlıdır ki, bir çox məşhur istedadlı və fərqli insanların bu sahə üzrə təhsili yoxdur. Elə Tarantino'nun özünün də təhsili yoxdur. Aha, amma burada bizdə o var ya, bizdə çox adam deyir ki, Tarantino'nun təhsili yoxdur. Tarantino bir sözündən tutublar ki, mən kino məktəbinə yox, kinoya gəldim. Yaxşı elədin, amma sən Tarantino kimi düşünmürsən, Tarantino kimi yaşamırsan. Biz montaj düşüncə tərzidir. Sən nə cür düşünürsənsə, o cürdə montaj edirsən. Sənin həyat obrazı necədirsə, sənin filmlərində elədir. Yəni Tarantino tam başqa düşüncənin adamıdır. Bunlar tam başqa düşüncənin adamı, başa düşürsünüz. Bizdə ya Tarkovski tendensiyasına gedirlər, stili ilə gedirlər, ya Tarantino. Amma məsələn Tarkovskinin də planları uzundur, amma onun orada deməyi sözü var idi. O elə belədən uzun deyil. Bizdə amma niyəsə gedir. Özləri də bilmirlər niyə. İndi hal-hazırda biz dinləyən gənclər, məsələn, montaj rejissoru olmaq istəyən gənclərə nə tövsiyə edərdiniz? Nədən başlamaq lazımdır? Necə öyrənmək lazımdır? Kimdən öyrənmək lazımdır? Belə deyim, montajın birinci qaydası odur ki, sən səbirli olmalısan. Əgər o insanın səbri yoxdursa, onu gəl özündə tərbiyə eləsin. Mən məsələn özümdən deyirəm, mən səbirli adamam. Həyatda da eləyəm səbirliyəm və yəni bir kadr, biz məsələn Tağıyevdə olub ki, bir səhnənin 6 dəfə yığmışıq. Yəni o alınmalıdır. Baxırıq alınmır, amma üstündə işləyirik, alındırıq. Bu hamısı səbirdən irəli gəlir. Səbrimiz var ki, bunu edirik də. Oxumaq, öyrənmək, ancaq baxmaq, yəni müəyyən bu dəqiqə çox yaxşı ədəbiyyatlar var. Məsələn, kitab var Avropa montajçılar haqqında, kitab var Hollywood montajçılar haqqında. Orada hamı belə deyək, öz işi haqqında danışır. Nəyi, niyə, nə cür elədiyini deyir. Yəni bu bildiyiniz kimi tək yapışdırmaq deyil də. Sən hər kadrın bir informasiya daşımalıdır. Yəni tamaşaçının filmdən emosiya almadısa, o film alınmayıb. Yəni öz üzərlərində işləmək lazımdır. Bu demək deyil ki, mən tutaq ki, 10 ildə montajda işləyirəmsə, mən hər şey bilirəm. Yox, elə deyil. Hər gün yeni nəsə çıxır. Hər gün nəyisə öyrənirik. Yəni mən özüm də bugünkü gün çox şey bildiyim bir şeyi yenidən araşdırıram. Bəlkə nəyisə düz bilmirəm. Elementar məsələn paralel montaj var, paralel editing və cross editing. Yəni bu prekross montaj deyirlər. Amerikanlarda bu başqa cürdür. Məsələn Rusiyada bizdə başqa cürdür. Yəni paralel montaj onlarda belə deyək, gedir ayrı-ayrı vaxtlarda. Tutaq ki, paralel montaj gedir ayrı-ayrı vaxtlarda, amma prekross montaj o eyni vaxta gedir, amma fərqli insanlar axırda kəsişirlər. Amma Rusiya kinosunda paralel montaj eyni vaxtda indi gedir, prekross montaj biraz fərqli dövrlərdə gedir. Başa düşürsünüz? Bu, yəni beləsi də var, beləsi də var. Bunu mən bir dəfədən bilməmişəm də, müəyyən vaxtdan sonra araşdıra bilmişəm. Yəni bunun üzərində işləmək lazımdır, araşdırmaq lazımdır. Çox təəssüf olsun ki, yəni bizim də bugünkü gün təhsilimiz yoxdur, amma bu bizə lazımdır. Yəni əgər yaxşı master klasslar təşkil eləsələr, niyə də yox? Yəni mən böyük məmnuniyyətlə özüm də gedib orada iştirak edirəm, qulaq asıram mən azından. Güman edirik və inanırıq ki, bu boşluqlar mütləq doldurulacaq. Əskər bəy, sizə maraqlı, gözəl, yadda qalan işlər diləyirəm. Sizdən gözləyirik maraqlı işlər. Hörmətli dinləyicilər, bugünün qonağı tanınmış montaj rejissoru Əskər Rəhimov idi. Çox təşəkkür edirəm. Təşəkkür edirəm, çox sağ olun. Minnətdaram. Sinema Radio, Sinema Radio, Sinema Radio.